Konstruktiv və destruktiv rəy. Konstruktiv və destruktiv rəy anlayışını dəqiq, aydın və ümumi izah edəcəyəm. Təhsil verənlər təlim prosesi boyu təhsil alanlara mütəmadi olaraq rəy verir. Bu rəylər həm müsbət, həm də mənfi yöndə ola bilər. Birinci istiqamətdə təhsil verənlərin məqsədi şagirdləri təlim məqsədinə çatdırmaq. Təlim məqsədinə çatdırmaq üçün onların səhvləri varsa səhvləri aradan qaldırmağa doğru yönəlmiş, istiqamət verən rəylər, onların motivasiyasını artırmaq üçün verilən rəylərdir və belə rəylər müsbət rəydir, konstruktiv rəydir. Digər istiqamətdə isə verilən rəy şagirdi ruhdan sala bilər, özünə inamını azalda bilər, şagirdin bacarıqlarını, gördüyü işləri dəyərsizləşdirə bilər, şagirdin yalnız səhvlərini qeyd edib ona istiqamət verməyən ola bilər. Belə rəylər isə mənfi və ya destruktiv rəylərdir. Eyni zamanda yadda saxlayaq ki, əgər keçmişə yönəlik rəy veririksə destruktiv, gələcəyə yönəlik rəy veririksə konstruktivdir. Emosiyalara yönəlik rəy veririk, destruktiv, idraç fəaliyyətinə yönəlik rəy veririksə konstruktivdir. Ümumi rəy destruktiv, xüsusi, spesifik bir sahə, tapşırıqla bağlı rəy konstruktivdir. Vaxtında verilən rəy konstruktiv, sonradan bir müddət keçdikdən sonra, öyrənmə boşluğu yaratdıqdan sonra verilən rəy destruktivdir. Həssaslıqla çatdırılırsa konstruktiv, əks təqdirdə destruktivdir. Və yaxud da şagirdin gördüyü işi təlim məqsədi baxımından dəyərləndirirsə konstruktiv, dəyərləndirmirsə destruktivdir. Ümumilikdə təhsil verənlər destruktiv rəydən hər zaman qaçınmalıdır. Ona görə ki, bizim üçün məqsəd yönlü deyildir. Ona görə də şagirdə verdiyimiz rəyləri hər zaman konstruktiv yanaşma ilə verməliyik. Məsələn, adi bir nümunə çəksəm, tutaq ki, humanitar fənlər üzrə daha bacarıqlı olan şagird təbiət fənlərində yüksək nəticə əldə edə bilmirsə, biz tutaq ki, kimya fənnində belə bir şagirdə destruktiv şəkildə sən ümumiyyətlə bu fəndən heç nə anlamırsan, heç vaxt anlamayacaqsan. Və yaxud da sənin bu fənn üzrə bacarıqların yoxdur, yəni heç vaxt olmayacaq. Səndən heç vaxt kimya üzrə bacarıq qazanan şagird ola bilməz və s. Yəni bir sözlə onun bacarıqlarına məhdudiyyət qoyan, onu ruhdan salan, ona motivasiya verməyən, onu gələcək fəaliyyətlərinə doğru yönləndirməyən rəylər şagird üçün mənfi rəydir, destruktiv rəydir. Biz həmin fikrimizi konstruktiv şəkildə də şagirdə bildirə bilərik. Məsələn, eyni situasiyada qeyd edə bilərik ki, sənin bu fənn üzrə bacarıqların aşağı səviyyədədir. Daha diqqətlə çalışsan, verilən mövzuları daha diqqətlə öyrənsən və yaxud da dərs zamanı dinlədiklərini, araşdırdığın məlumatları daha yaxşı təhlil etsən, sən bu sahədə, bu fənn üzrə yüksək bacarıqlar, yüksək nailiyyətlər əldə edə bilərsən. Mən sənə inanıram və s. Ümumiyyətlə, bu və ya digər verdiyimiz rəylər şagirdi motivasiyadan salmamalıdır. Şagirdin özünə inamını azaltmamalıdır. Və yaxud da ki, ona biz səhvini qeyd ediriksə, istiqamət də verməliyik ki, şagird üçün faydalı olsun.